konkret olaraq kişilərə də bir mesaj göndərmək istəyirəm ki, bilmirəm bu qadının bərəkətidirmi, Allahın köməyidirmi? Cütlük olandan sonra bütün statistikaya baxsaq, evli kişilər subaylardan daha çox qazanır. Evli və uşaqlı kişilər evli kişilərdən daha çox qazanır. Hətta boşanmış kişilərdən belə çox qazanırlar. Bu bəlkə bizim psixologiyamıza bağlıdır. Biz nisbətən daha sadəyik, daha bəsitik. Yəni ki, mənə qalsa mənim 2-3 dənə kostyumum olar. Yəni bir gündə eyni şey yeyərəm də. Yəni ki, mənə çoxlu pul Fərhad Pərviz üçün lazım deyil. Lakin mən bilirəm ki, mən sevdiyim qadın var. Mən onun istəklərini həyata keçirmək istəyirəm. Mənim uşaqlarım var. Mən onların maksimum potensialına çatmağını istəyirəm. Bu zaman bunlar hər bir kişinin konfor zonasından çıxararaq onu irəlilənməsinə aparır. Və mən də kişilərimə bu mesajı çatdırmaq istəyirəm. Bunu unutmayın. Siz daxildən həmin ovçusunuz. Sizə sahiblənənsiniz, güclüsünüz. Yəni rahat həyat kişi üçün deyil. Kişinin həyatında həmişə oyun olmalıdır. Və oyun nəticəsində və stimul olmalıdır və qadından, uşağından böyük bir stimul heç bir kişi üçün yoxdur. Bu hissəni unutmayın.